Azərsportun bugünkü qonağı müstəqil Azərbaycanın tarixində güləş üzrə ilk dünya çempionumuz Arif Abdullayevdir. Arif, bundan başlayaq ki, Azərbaycan güləşinin bugünkü vəziyyəti necədir? Salam Vüqar. Doğrudan da güləş deyəndə bizim kalifeylər yadımıza düşür. Bütün dədə-babalar yadına düşür ki, bizim idmanımız ənənəvi güləşdir. Güləşimiz də bugünkü səviyyədə mən deyərdim orta səviyyədədir, yüksəkdə deyil. Çünki yüksək sayılanda olimpiya medallarıyla sayılır. Bu neçə ildir bizdə olimpiya medalı çempionluğu yoxdur. İnşallah ümid edirəm ki, qarşıda gələn 28-ci ildə bizim yığma komandamız heç olmasa bir olimpiya çempionu ilə qazansınlar Allahın izni ilə. İllər keçir, müasir tendensiya, müasir idman növləri yaransa da elə bir bizim millətin ruhundadır, beynindədir güləş. Güləşə olan sevgi azalmır. Sən bunu nə ilə izah edərsən? Çünki bizim idmançılar çox gözəl nəticələr veriblər. Hələ SSR-in vaxtından deyərəm Aydın İbrahimov, Xəzər İsayev, Aslan Ağayev dünya üçüncüsü, Avropa çempionu və qardaşım Namir verdiyi olimpiya medalları, olimpiya çempionu, olimpiya ikincisi və bir neçə idmançılar var. Ona görə o idmanı sevirlər və sevəcəklər. Çünki dədə-baba ənənəsidir, bu gendən gəlir. Biz əlbəttə ki, çox danışdığımız müəyyən hissəni sərbəst güləşdən danışırıq. Amma biz ümumi güləşi götürməliyik. Necə düşünürsən, sərbəst güləşi daha çox sevilir, yoxsa Yunan-Roma güləşi? Mən onu deyərdim ki, Yunan güləşinin öz xətti var, sərbəst güləşinin öz xətti var. Yəni ki, bu dəqiqə olimpiyadada iştirak edəndə həmişə fikirlər ki, axırda güləş olur. Deyir, ağır artilleriya axırda gəlir. Yəni ki, bütün insanlar, bütün Azərbaycan xalqı həmişə güləşi seviblər, sevəcəklər də. Çünki bizim ənənə çox güclüdür, idmançılarımız da düzdür, hərdən yüksək səviyyələrdə olur, enişdə olur, yoxuşda olur. İdmançılarımız gözəl nəticələr də verirlər. Hərdən idmançı həmişə yüksəkdə qala bilmir, eyni formada qala bilmir. Sənə elə gəlmir bir şey də var ki, belə deyim də, yeni gənc nəsil sənin və Namiqin dövrünün çempionlarını xatırlamır. Məsələn, çıxsaq bayra soruşsaq ki, məsəl üçün, məşhur güləşçilərimizdən filankəsi tanıyarsan, onlar nisbətən cavanları tanıyacaqlar. Biraz yaşları elə bir unudurlar. Bu nə ilə əlaqədardır? Mən onu deyərdim ki, belə fikrimdə deyərdim ki, yaşlıları əsas reklamdır. Çünki cavanlar kimi görürlər, göz açıb cavan idmançıları, cavan nəsilləri görürlər. Əgər bizi kimi dünya çempionları, olimpiya çempionları, olimpiya mükafatçılarını daha tez-tez reklam eləsələr, bir stend dediyim, hansı bir məktəblərdə, bir təhsildə bunları daha çox reklam eləsələr, gənclər də oxuyarlar, görərlər ki, belə bizim idmançılarımız var. Yəni ki, Xəzər İsayev kimi, Aydın İbrahimov kimi, Aslan Ağayev kimi, daha özümü demirəm. Yəni ki, Nami Abdullayev kimi idmançılarımız var, Nazım Əlican Avropa çempionumuz var. Bu idmançıları daha çox reklama ehtiyacları var. Əgər bu reklamı olmasa, yəni ki, bunları görsətməsələr, bu ona görə cavan nəsillər bunu çox da izləyə bilmirlər. Bəlkə burada bir məsələ də var ki, məsələn üçün adicə Yunan-Roma güləşi üzrə milli komandanı götürəndə və sərbəst komandanı götürəndə Yunan-Roma güləşində daha çox özümüzkilərdir, sərbəstdə müəyyən qədər legionerlər var. Bu məsələ bir çox azarkeşləri də narahat edir. Nə etmək lazımdır ki, Azərbaycanın ağır çəkilərində heç olmasa Azərbaycanlılar güləşlə məşğul olsunlar və milliyə düşsünlər? Bu çətin sualdır, Vüqar. Yəni ki, bizdə götürsək SSR-dən bu tərəfə, bizdə hamısında balaca çəkilər olub. Ən medal verənlər də 48, 52, 57, SSR-in vaxtından 57, 62, 68-ə çəki dərəcələrəcən medallar olub. Yəni ki, adlarını deyə də bilərəm. Yəni ki, Rafi Hacıyev 48 kiloda Avropa çempionu, dünya mükafatı, 74 kiloda Məhəmməd İbrahimov,
57 kilo Aydın İbrahimov, 62 kiloda Xəzər İsayev, 52 kiloda Aslan Ağayev dünya üçüncüsü, Avropa çempionu, Nami güləşib 52, 54, 55 bu çəkilər değişə gedib də. Sonra Nazim Əlizanov da Avropa çempionu. Bu əlinə gəlir keçir. Məsələn, Toğrul Əsgərov da 60 kiloda, sonra 65 kiloda, Hacı Əliyev də 61 kiloda dünya çempionudur 3 qat. Gəlib 65 kiloda Avropa çempionudur, 4 qat Avropa çempionudur. Cəbral Həsənov da yenə o da güləşib 65 güləşib Avropa çempionu olub. 74 olimpiya mükafatçımızdır. Dünya ikincisidir, 2 dəfə dünya ikincisi. Yəni ki, bizdə böyük çəki yoxdur. Yəni ki, rəqabət az olduğuna görə, bizdə ən rəqabət aşağı çəkilər olduğuna görə bizdə daha çox idmançılar bu çəkilərdə bu 74-də can. Aydındır. 74 kiloqram çəkiyə can rezultat verirlər, nəticə verirlər. Böyük çəkilərdə gəlir rəqabət olsun ki, olur 1-2 idmançımız olur. Məsəl üçün gənclərdə var, yeniyetmələrdə olur, Avropa çempionu olur, dünya çempionu olur, gənclərin Avropa çempionu olur. Amma böyüklərə çatanda ortada çətin vəziyyət olur ki, çünki rəqabət çox güclüdür. Rusiyadır, Amerikadır, İrandır, burada Amerikadır. Bu dövlətlərin arasından çıxmaq çox çətindir. Azərbaycan güləşçiləri niyə dünyada, bayaq reklam deyirdin, mən reklamı biraz əvəz edəcəm, məşhur deyirlər. Yəni nə mənada? Bilirsən də, yəni ki, Amerikada ümumdünya güləş muzeyi var və şöhrət zalı belə deyək. O şöhrət zalında heç bir Azərbaycanın adı yoxdur. Halbuki Azərbaycanın Namiq Abdullayev, Fərid Mansurov, Toğrul Əsgərov, həmçinin də bizdən çıxış edən Şərif Şərifov, 4 dənə olimpiya çempionumuz var, amma heç biri adı ora düşməyib. Heç dünya çempionlarımız da yoxdur. Elə bil ki, bütün dünyada bizi tanıyan bir 6-7 ölkə var da, ancaq qonşularımızdır. Türklərdir, İrandır, Ruslardır, müəyyən qədər indi başqa qonşu ölkələrdir. Amma bizi Avropada və dünyada çox az adam tanıyır. Nə etmək lazımdır bunun üçün? Əgər ki, bizim olimpiya çempionlarımız varsa, dünya çempionlarımız varsa, əgər bunu ortaya, ərsiyə gətirə bilmiriksə, bizim günahımızdır. Yəni ki, tək bizim idmançıların yox, mətbuatın da günahı var ki, bunlar reklamaya çox böyük ehtiyacları var. Bilirdim elə axırda jurnalistlərin üstünə yəni ki, bu ehtiyac nədir? Bu reklam şəklində. Məsələn, Amerikada güləş necədir? Amerikada güləş məktəblərdə başlayır, inkişaf eləyir. Universitetlərdə, məktəblərdə, universitet çempionatları keçirilir, böyük səviyyədə, liqalar keçirilir. Amma bizdə məktəblər yoxdur. Ancaq şuralarası bugünkü gündə federasiya neçə zallar açıb, neçə zalların təqdimatını eləyib. Yəni ki, bura döşək, idman məlumatları, o məşqçilərin köməyinin, zalların açılmasında çox böyük köməyi var. Yəni ki, bunlar ardıcıllıqla getsə, regionlarımızda da güləşin inkişafı daha çox olar. Beynəlxalq səviyyədən danışdıq. Belə bir maraqlı sual verim. Niyə indiyəcən heç bir Azərbaycan güləşçisi Beynəlxalq Güləş Birliyinin hansısa bir şöbəsində, hansısa bir idarəsində təmsil olunmayıb? Adicə elə atletlər komissiyasında. Bütün xarici ölkələrdən var, hətta qonşu ölkələrimizdən də var, amma Azərbaycanlı yoxdur. Niyə? O yaxşı sualdır. Bizim idmançılarımız özümüzdən ki, dünya Avropa çempionlarıdır, olimpiya çempionlarıdır. Onlar orada olsa daha yaxşı olar. Amma onu şəraiti də yaratmaq lazımdır ki, ünsiyyət. Yəni ki, bizim idmançılar gedəndə, yarışlarda, bütün tədbirlərdə o təqdimat deyirlər. Təqdimat eləməlidirlər ki, bu filan olimpiya çempionudur, bu dünya çempionudur. Orada onların iştirak edən seminarlarında iştirak eləsinlər. Amma bir şey də var da, bizim axı düzün deyək də, idmançılar özlərində işləmirlər. Məsələn, Azərbaycan güləşçiləri xoşlayır karyeralarını bitirəndən sonra tez onlara nəsə bir vəzifə verilsin, nəsə bir yaxşı bir işdən təmin olunsun. Onlar heç biri gedib sıfırdan başlamırlar. Dili də bilmirlər, menecer funksiyalarını da yerinə yetirə bilmirlər. Səncə bunların hamısı ilə məncə idmançıların özləri məşğul olmalıdır.
İndi bu qədər idmançılarımız var da biz özümüzə idmana atanda sıfırdan başlamalı oluruq. Yəni ki, idmana atandan sonra təzə yeni həyata qədəm qoyursan. İdman güləş bir başqa, sən ikinci addım atırsan, həyata atırsan ki, nə ilə məşğul olursan, hardan başlayasan, necə başlayasan. Ona görə bəzi idmançılarımız da qıraqda qalmasın deyə, yəni ki, ya məşqçiliyə gəlirlər, ya da ki, hansısa bir qurumda, yəni ki, deyim, sağ olsun cənab prezidentimiz idmançıları yaradan şəraitə, yəni ki, bizim özümüz də o vaxtda idmanı karyeranı qutaran vaxtı bizim özümüzü də bir kimisə daxili qoşunlara, kimisə idman ordusunda zabit kimi qalır, kimisə daxili qoşunlarda, kimsə sərhədçidə. Bizim idmançılarımız bu vəzifələrdə çalışır, kimsə gömrükdə. Amma heç biri gedib bir klub açıb o klubda rəhbərlik edə bilmir. Məsəl üçün bu günlərdə Taleh Məmmədovun zalı açıldı, federasiya kömək elədi, amma biz yadında olar, illərlə danışırdıq, fikirləşirdik ki, niyə Abdullayev qardaşları öz zallarını aça bilmir? Niyə aça bilmədi öz? Yəni ki, fikrimiz var idi, amma müəyyən səbəblər də var da. Yəni ki, bu zalı açmaqla ilk açmaq başqa şeydir, onu sonra idarə eləmək, onun kommunalları var, onun hər şəraiti var ki, onu düzəltməyə, o bir başqa söhbətdir. Maliyyə, həmişəki kimi, o söhbətsiz. Azərbaycan güləşçiləri, neçə ildir milli komandada işləyirsən, varmı elə bir şey ki, məsəl üçün, konkret hansısa ölkənin idmançıları ilə nəsə prinsip aparırlar ki, biz, əlbəttə, qonşu Ermənistanı qoyuram qırağa, müharibə söhbətlərinə qarışmaq istəmirəm. Məhz bu ölkəni biz qabaqlayaq, bu ölkənin biz güclü olaq. Yəni, mən güclü ölkələri nəzərdə tuturam. Yəni, Amerikanı, İranı, Rusiyanı, müəyyən yarışlarda bizi keçəndə, məsələn, Avropadan ola bilər, Gürcüstanı. Yəni ki, bizim idmançılar, yəni ki, bugünkü gündə mən yığma komanda baş məşqçiyəm də, yəni ki, biz gedəndə əvvəllər də yığma komandada, indi də yığma komandadayıq. Neçə illərdir, 17-18-ci ildir. Yəni ki, biz tək Avropanı, bütün dünyanla mübarizə aparırıq. Hər birisi bir idmançılarımızın rəqibidir. Yəni ki, zəif komandada olsa, yenə də zəifdirsə, biz onun işləyirik ki, idmançılarımız heç vaxtı loru dilinə desə boşalmasınlar. Yəni ki, rəqibdir. Yəni ki, bu Amerikadır, Yaponiyadır, bu idmançılarımızla bəzi idmançılarımız düzdür. O tabi gətirə bilmirlər onların hücumlarına. Amma bəzi idmançılarımız var ki, fərqi yoxdur. Amerika olsun, istəyir Yaponiya olsun, istəyir İran olsun. Onlara çıxıb güclərini göstərib qələbə çalırlar. Biz Olimpiya çempionlarından danışdıq, bayaq adlarını da çəkdik. Namiq, Fərid, Torul və Şərif. Onların hər biri finalda çox güclü bir ölkələrin nümayəndələrini udurdular. Yəni onlar güləşəndə fikirləşmirdilər qabaqlarına kim çıxır. Məsələn, Namiq özü Samuel Hansonu Amerikalını udmuşdu. O günləri xatırlayanda ümumiyyətlə yadımdan çıxıb, sən buradaydın, oradaydın. Oradaydın. Sən də olimpiyadada çıxış edirdin də, bəli. 2000-ci ildə. O olimpiyadada olanda necə düşünürdün? Bizim güləşçimiz Namiq ikinci dəfə olimpiyanın finalında və qabağına çıxır Amerikalı Hanson. Şans necə ola bilər? Nəsə o fikirləri yada salanda necə idi vəziyyət onda? Sən deyim də, bu Namiq birinci dəfə deyildi Amerika güləşçisi ilə Hansonla güləşməyi. Ondan qabaq da 3 görüş güləşmişdilər. Beynəlxalq turnirdə, İranda, dünya çempionatında bunlar görüşmüşdülər. Üçüncü, dördüncü görüş isə Sidneydə idi. Doğrudan da o yarışa biz çox səylə hazırlaşmışdıq. Yəni ki, var qüvvətimizdən. Yəni ki, gedəndə də öz fikirləşmişdik ki, ancaq çempionluq üçün müəyyən səbəblərdən mən məğlub oldum orada. Yəni ki, özü də bilənlər bilir, bilməyənlər də açıqlaya da bilərəm. İcazə versən deyim. Deyil. Yəni ki, mən orada Ukrayna güləşçisinə qalib gəlmişdim. Orada qrupdan çıxmaq məsələsi və Ukrayna güləşçisinə qalib gəlmişdim. Mən 5-4 hesabını əlimi qaldırıb çıxıb getmişdim. Gedəndən sonra yarış qutaran vaxt ərəfəsində müəllimlər gəldilər, dedilər ki, Arif təzədən güləşmə protez veriblər.
Mən təzədən yenə də 5-1 hesabı ilə qalib gəldim. İkinci dəfə güləşəndə 5-1 hesabı ilə qalib gəlirdim. Sudyaların nəyin bahasına olurdu olsun, mən uduzmalı idim elə bil. Elə bil ki, hakimlərin qarşısına belə bir məqsəd qoymuşlar. Gəldim 6-5 hesabı ilə məğlub oldum. Yəni ki, o elə bir ki, həyatımdan ən pis yaddaşıma o qalıb. Yəni ki, Olimpiya medalı əldən çıxdı. Yəni ki, orada bir görüş yarım finala çıxırdıq. Bir görüş Özbək güləşçisi ilə güləşirsən, finaldakı İran güləşçisi ilə. Yəni ki, mənim də orada ən çətin halda final güləşə bilərdim. Yəni ki, qaldı ki, Namiyə, biz inanırdıq ki, mən uzmağıma baxmayaraq həmişə Namiyə yanında olmuşam. Nami ilə o Rövşən müəllim də, Vahid müəllim də, Yaqub müəllim də kökləyirdik ki, ancaq bunun güləşini bilirdik. Bu necə güləşir, ancaq bir mənalı fiziki çox güclü idi, bir də hücum eləyirdi. Ən yaxşıdır ki, hücumun qarşısını almaq, özü güləşməli idi Nami. Nami ilə başlayan kimi özünüz də gördünüz ekranlarda. Necə başlayan kimi bir 30 saniyə içində girib xal alıb, qaçı fəndini eləmək, bu özü də böyük bir iş idi. Yəni ki, Nami indi də gözüm qabağındadır ki, necə dözümlüklə, əzmkarlıqla axırıncı bir dəqiqə yarımı necə dözdü və saxladı 3-3 hesabında rəqib hücum elədi. Bu əks fəndən bunun fəndini tutdu və axıracan saxladı 4-3 hesabından qələbə qazandı. Yəni ki, o Nami qazandı, qələbə elə bildim, mən də çempion oldum. Uzmağıma baxmayaraq. Bir şey də var da, indi dedin, amma Nami'nin də dünya çempionluğunun necələ qızılı yoxdur. Belə olmur ki, sən deyirsən, mən elə bil ki, mənim üçün medal idi, amma iki qardaş zarafat eləyəndə Nami sənə deyir ki, mən sənə hansısa medalımı verim, 3 dəfə Avropa aldım da, səhv etməmsə. Sən də mənə dünya qızılını ver. Zarafatlaşmırsınız. Yox, elə söhbətimiz olmayıb. Namiyə də söz deyiblər ki, pəs belə. Onsuz da medallar hamısı bir ailəyə gəlir, bir evə gəlir, bir ocağa gəlir. Yəni ki, Avropa çempionluğu, dünya çempionluğu, Olimpiya çempionluğu, bütün medallar hamısı şükür Allaha var. Yəni ki, ailədədir, ocağın içindədir, evdədir. Yəni ki, burada fərqi yoxdur. Nami medalı oldu, mənim düzdür. Fərqi nədədir? Deyirlər Olimpiya çempionu Nami Abdullayev, deyirlər dünya çempionu Arif Abdullayev. Yəni ki, medallarımız evə gəlir. Bir ocağa gəlir. Söhbətsiz. Əvəzində sən də belə deyim də 2003-cü il idi. Amerikada, New Yorkda 35 yaşında tarixə düşdün. Müstəqil Azərbaycanın tarixində qızıl medalı qazandın. Yəni açın deyim, o vaxtı çoxları hesab eləyirdi ki, artıq Arif qutarıb karyerasını, Arif getməlidir. Amma Arif onlara yaxşı cavab verdi. Yəni doğrudanmı əslində 35 yaşda insan pik formasını yığdı, yoxsa o təsadüf idi? İndi açıqlaya bilərsən? Yox, təsadüf deyildi. Düzdür, mən 2000-ci ildə fikirləşirdim, 2000-ci ildən qayıdıram. 2000-ci ildə fikirləşirdim ki, 32 yaşım olanda dedim Olimpiyadadan medal alım, hər hansı bir medal alsam karyerimi qutaracağam, bitirəcəm. Burada 32 yaşım var. Yığma komandada ən yaşlı da böyük mən idim. Elə oldu ki, Olimpiyadada məğlub oldum. Yəni ki, haqsızlıqlar. Sonra bir ara fikirləşdim ki, niyə də əgər mən Azərbaycan çempionu oluramsa, mən gedib beynəlxalq turnirlərdə, yarışlarda uduramsa, qalib gəliləmsə, niyə də öz gücümü bir də göstərməyim? Elə oldu ki, düzdür, 2001-ci ildə mən Avropaya getmədim, yəni ki, hazırlaşırdı. Biraz psixoloji vəziyyət var idi. Stressdən çıxdım, yəni ki, Olimpiyadan stressi çox ağır idi. Həkimlərin şöyle bir Kamil İskəndərov, bizim doktorumuz oradan 3 dənə seansa, 4 dənə seansa mən özümə gəldim. Yəni ki, 2001-ci ildə də yenə də Dağıstanda keçirilən etapla gəlirəm ki, bilirsiniz. Niyə görə ki, çox uzun gedirsən, çox uzun gedirsən. Orada beynəlxalq turnirdə keçirilən o beynəlxalq oradan bir dənə getdim, çempion oldum, maşından mükafatlandım. 2001-də. Birinci ildə. Sonra da Bakıda keçirilən 2002-ci ildə də Avropa üçüncüsü oldum. Çünki mən hazırlıq gedirdi. Yəni ki, hazırlıq nədir? Yaş söhbətini bəzən deyirdi, bəzən də əsas nədir? Əsas idmançının rejimidir. Vaxtında yatır, vaxtında durmalıdır, heç yere getməməkdir. Yəni ki, diqqət, fikir buradadır. Düzdür, 2003-cü ildə bəzi müəllimlər də
deyirlər ki, Arif mənim getməsin, Arif getməsin, yəni ki, dünya çempionatını qoymaq istəmirdilər, fikirləri də var idi. Deyirlər ki, gedib bizi biabır eləyəcək. Gedib mən də öz sözümü dedim. Əgər mən gedib ən aşağısı mən oradan lisenziya almasam, mən bir də zala girmərəm. Qismət elə oldu ki, mən elə bil ki, hər bir görüşüm final deməkdir də. Mən o əzmkarlıqla döşəyə çıxırdım. Yəni ki, şükür Allah'a gəldim, dünya çempionu oldum. Bəzi insanlar da deyir 35 yaşında. Yəni ki, ona əzmkarlıq, dözüm, iradə lazımdır. Şükür Allah'a ki, o dözümlüyü də özümdə güc tapdım, gəldim, oldum. Azərbaycan müasir Azərbaycanın sərbəst güləş tarixində 5 ən güclü güləşçi. Hansılar? Otdan çəkdi. Yox, klassik yoxsa sərbəst? Sərbəst. Hə, sərbəst. 5 ən güclü deyəndə bu götürülür, hamısı götürülür, olimpiyalardan götürülür. Yəni ki, birinci öndə qardaşım olmanı demirəm, Nami Abdullayev. İkinci Toğruldur, həm dünyası var, olimpiya çempionudur, həm ikincidir, Avropa çempionumuzdur. Üçüncü gələr 3 qat dünya çempionumuz Hacı Əliyevdir. Həm olimpiya mükafatçısıdır 2 dəfə. Cəbraildir, Həsənov 2 dəfə dünya ikincisidir, olimpiya mükafatçısıdır, Avropa çempionumuzdur. Sonra da gəlir, yaşlılar da var, yəni ki, keçmiş gediblər. Allah rəhmət etsin, Aydın İbrahimov var, Xəzər İsayev var. Müasir Azərbaycan. Öz dövrümüz. Qalır mən də bir də ortada mən qalır. Mən də 5-ci olsam. 5 nəfər. Necə baxırsan güləşçilərin arasında, belə deyim də, hər bir insanda olduğu kimi biraz paxıllıq, biraz inamsızlıq, biraz arxada danışmaq ki, onu belə elədilər, ona vəsf verdilər, mən qaldım, o filan qədər qazandı, mən niyə bu qədər qazandım? Güləş bizdə əsl kişi idman növüdür. Biz müəyyən qədər öyrəşməmişik belə danışıqlara. Səncə bu düzgündürmü? Yoxsa bu əgər millətin xarakterində varsa, elə güləşdə də olmalıdır? Yox, pul deyəndə ki, vəzifə də önəmlidir, əsas insanlıqdır. İnsan, biz o vaxt heç vaxt fikirləşmirdik ki, pul olacaq, filan şey olacaq. Ancaq patriot kimi, yəni ki, necə deyirlər, medala, qramata güləşmişik. Bugünkü gündə də əgər federasiya tərəfindən, dövlət tərəfindən nə eləyirlərsə, o idmançının özündən də çox şey asılıdır. Özünün aparılmasından, özünün necə disiplinasından. İdmançı gərək hər şeyə dözməlidir. Çünki sən güləşə hər dözmüsən, çəki salmısan, güləşmirsən, rəqiblərlə vuruşmusansa, həyat da ikinci həyat gəlir, idman atanası ikinci həyat gəlir. O həyatda da biraz dözmək lazımdır. Yəni ki, bu gün olmaz, sabah olar, sabah olmaz, birisi gün olar. Axırı inşallah hər kəsən öz yerini görməlidir və yerini tapmalıdır. Yəni dedikoduya qaldı, yəni ki, idmançı yəni dedikodu eləməməlidir. Amma elə var ki, əgər idmançının haqqına girirlərsə, düzgün informasiya vermirlərsə, idmançı da durub sözünü deməlidir də. Mənə elə gəlir. Son vaxtlar bir çox məşhur idmançılar cürbəcür, belə deyim də, internet səhifələrində çox tənqidi fikirlər deyirlər, hərə öz fikrini deyir. Ad çəkməyəcək, amma necə yanaşırsan? İdmançı ümumiyyətlə bu gündən danışanda keçmişi xatırlamalıdır. Deməlidirmi, məsələn, mən 20 il bundan qabaq bilirsiniz nə etmişəm. Amma ondan axı doğru sual verə bilərlər ki, axı söhbət bu gündən gedir. Sən bu gün nə bacarırsan? Yox, idmançı hər gün gündəmdə ola bilmir də, Vüqar. Yəni ki, idmançı məsələn 10 il, 15 il, 20 il fərqi var. Bunun rezultat idmanda qalması. İdmandan sonra da gedəndə də bu idmançıya şərait yaradılmalıdır. Yəni demirəm, işləmək üçün də hansı bir federasiyada mı, ya bir özün işi olmalıdır, ya bir işləməlidir, qıraqda işləməlidir, ya da ki, federasiyada şərait yaratsın ki, bildiyini idmançılara, gənc nəsillə göstərsin. Yəni ki, mənim fikrimcə budur. İmkan olsa iki tərəfin də, necə deyək, şikayət eləmir, iki tərəfin də fikirlərinə düzgün yanaşsınlar. Bu aydındır. Amma bir şey də var da, niyə bizim idmançılar, fərqi yoxdur, güləş, judo və yaxud karate və yaxud başqa idman növləri, niyə xaricə getmirlər? Hamı hesab eləyir ki, məhz
iş bu ölkədə verilməlidir. Amma indi müasir zamanda 21-ci əsrdir. Gedib xaricdə də iş tapmaq olar. Mən sənə də onu deyə bilərəm ki, idmançılarımız vətəndə qalmağı üstünlük tuturlar. Yəni ki, biz o vaxtda 90-cı illərdə çıxıb gedə bilərdik. Mən özümdən deyə bilərəm. Bəzi idmançılar doğrudan da o çətin vaxtlarda vətəndə qalıb, vətənin bayrağını, himni səsləndirməyə özümüzə bir borc bilirik. İndiki cavanlar da indi xarica dəvət olunsa gedərlər, getməzlər bilmirəm. Amma hələlik görürəm ki, üstünlüyü vətəndə görürlər. Sən ona pis baxırsan xaricə getməyə? Yox, mən ona pis baxmıram. Çünki əgər ehtiyac varsa, imkan, şərait varsa, çağırırlarsa, dəvət edirlərsə, əgər federasiyadır, bizim dövlətimiz bu işə pis baxmırsa, biz niyə pis baxmalıyıq? Onda belə sual, məsəl üçün, yəni fikir versən də, Dağıstan məktəbi bütün dünyada məşhurdur və əməlli başlı Avropanı artıq keçib, artıq bütün dünyaya yayılır. Məşqçiləri yayılır, gedirlər, işləyirlər. İndi 3 ölkədən birində hələ Dağıstan məşqçiləri var. Niyə Azərbaycan güləşi bir növ o öz keçmiş ulduzlarından istifadə eləyib, onları bəzi ölkələrə yaymır ki, bu biz də belə bir həm biznesdir, həm də işdir də, niyə də yox? Bu suala belə cavab verərəm ki, yəni ki, o dəvət gəlməlidir. İdmançının özündən, məşqçinin özündən çox şey asılıdır. Bəlkə o şərait uyğun gəlmirsə, getməyəcək. Amma bu Dağıstanı deyəndə, onlar Dağıstanda müəllim gəlir. Çoxdur, uşaqların rezultatı çoxdur, daha çoxdur bizim Azərbaycana baxanda. Ona görə onlar xarici dövlətlər onları çox cəlb eləyir ki, bunlarda da inkişaf olsun. Amma bizim özüm idmançılarımız elə məşqçilər qalırlar Azərbaycanda, öz uşaqlarımızı yetişdiririk. Azərbaycanda qalırlar, işləyirlər, amma bir arzu da, bir istək də var ki, asta-asta bizim məşqçilər tək Bakıda yox, rayonlara da keçsinlər və artıq Qarabağ azad olunandan sonra Qarabağda da güləş məktəbləri açılandan sonra orada da işləsinlər. Sən bu fikrə necə yanaşırsan? Çox müsbət yanaşıram. Çünki bizim yenə də bayaq qeyd elədiyim kimi bizim federasiya şərait yaradır. Seminarlar keçirilir. Bütün regionlarda seminarlar keçirilir. Keçən dəfə Zəngilana getmişdilər. Orada məktəbdə bizim idmançılarımız, Avropa, dünya çempionlarımız orada iştirak ediblər. Seminar keçiblər, master klass kimi döşəyə girib idmançılarla orada idmançılarla güləşiblər, fəndləri göstəriblər. Bu daha yaxşı olar ki, gələn proyektlərdə, yəni ki, bütün bölgələrdə, nəinki bütün Azərbaycan, Bakıda, Azərbaycan, o Qarabağ zonasında da güləş məktəbi açılsın. Mən deyirəm ki, açılacaq da, orada yarışlar da keçiriləcək inşallah, arzu edirik. Azərbaycan çempionatları, böyük turnirlər də arzu edirəm ki, bütün regionlarda, bütün məşqçilərimiz hansılar varsa, gedib oralarda öz master klass göstərsin, onlar da məşqçilərlə ünsiyyət qurub, məşq proseslərini onlara mükəmməl öyrətsinlər. Yəni məşqçilərin özlərindən də asılıdır ki, regionların özləri yaxınlaşmalıdırlar, bir xaricə, necə deyim, müraciət eləsinlər federasiyaya ki, bir həftəlik, 3 günlük, 5 günlük hansıda idmançını, hansıda məşqçini görmək istəyirlərsə, müraciət eləsinlər. Əgər müraciət edəcəklərsə, əlbəttə federasiya onlara yox deməyəcək. Aydındır. İnşallah. Oldu. Çox sağ ol Arif. Oldu, sağ ol.